Sosial şəbəkələrdə arıqlama çayları, detoks çayları kimi məşhur olan çaylar həqiqətən də möcüzəvi effektə malikdir, yoxsa sadəcə reklamdır? Bugün bu haqqda danışmaq istəyirəm. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir çox pasiyentlərim də həkimlərindən xəbərsiz olaraq çaylardan istifadə etməyə çalışırlar. Lakin sonda biz müayinələr apararkən pasiyentlərdə ciddi dəyişikliklər aşkarlamış oluruq və bu nəinki bizi üzür, həm də pasiyentin alacağımız effektinin ləngiməsi səbəb olur. Ən çox pasiyentlərdən səbəbini soruşduqda isə detoks adına bunları istifadə etdiklərini vurğulayırlar. Ancaq bu arada bir məqamı vurğulamaq istəyirəm. Arıqlama çayları yalnız bədəndə su itkisi və bağırsaq hərəkətliliyini artıraraq effekt göstərir. Bu zaman yağ itkisi baş vermir və yaxud minimaldır, həmçinin davamiyyətli deyil. Nəzərinizə çatdırmaq istəyirəm ki, arıqlama çaylarından detoks funksiyasına sizin ehtiyacınız yoxdur. Əgər balanslaşmış qidalanma, düzgün yuxu, bol miqdarda suyu düzgün qəbul edərsinizsə və həmçinin fiziki aktiv olarsınızsa, onda sizin çox vacib olan böyrəklər, qaraciyər, dəri kimi detoks orqanlarınız onların əvəzinə daha da yaxşı çalışacaqdır və bədənə lazım olmayan maddələri, toksinləri düzgün çalışaraq orqanizmdən xaric etməyə müvəffəq olacaqlar. Ona görə də orqanizminizin əlavə detoks funksiyasına ehtiyacı olmadığını bilin və öz orqanizminizin işini stimullaşdırmaq üçün, öz detoks funksiyalarınızı fəaliyyətə gətirmək üçün sağlam həyata doğru gedin. Özünüzdən müğayət olun və bu videonu arıqlama çayı istifadə edən, almaq istəyən və ətrafına məsləhət görən insanlara göndərməyi unutmayın. Özünüzə yaxşı baxın. Suallarınızı isə şərhlərdə yazın. Sağ olun.